Salam dostlar, daha ilk pesimiz tam hazır şəkildədir. Bu 2 ədəd pesi bir müştəri sifariş vermişdi. Behzat da atmamışdı. Biraz tez lazım idi. Mən də bildirdim ki, 1-2 günə hazır olur ən azı. Amma iş o qədər yaxşı getmişdi ki, 2 günə ikisi də hazır olmuşdu. Hazır olub qutaran kimi müştəri məlumat verdi ki, bəs daha peslər lazım olmadı. Başqa yerdən almışam. Gecikirdi. Bəs sexə quş vurulmuşdu, soyuq olurdu. Dedim canlı sağ olsun. Bu pesləri də ki, hal-hazırda biri alınıb, yandırmışam, yoxlayıram ki, işləməyinə zadına baxaq. Bunu da inşallah istəyənlər var. Bir müştərimiz zəng vurmuşdu, 6 ədəd istəyir. Hal-hazırda qiymətdə biraz razılığa gələ bilmədiyimiz üçün ola bilsin ki, inşallah razılığa gələk. 6 ədəddə həmin müştəri üçün düzələcək. Kim belə yağına işləyən peslər istəyərsə, profildə nömrəmiz var, əlaqə saxlaya bilər. Bu pesi də elə indi yandırmışam, 6-7 dəqiqə olar. İçində də maye halında, divarlarında çox yapışıb qalıb qaz. Ona görə belə tüstülük, həm dəmiri yanır, həm də tüstü verir. Ona görə də yandırıram ki, təmizlənsin hamısı. Fanımızın da kodu yarıdan da aşağı kod verək. Yarı kodu. Həmişə şişməyib. Tüstü, pis, az, heç nə yoxdur. Kolunu kod verin. Kolunu kodudur. Yağdakı təqribi 1 litr yağ tökmüşəm. İşləməyi super, istiliyi də super. Fanımızın yarı kodu. Yanmağı da qaz kimi.